Hesablamalara görə Urmu gölünün qurumuş yatağında təxminən 10 milyard ton duz var. Göl yatağının təxminən 5500 kvadrat kilometr sahəsi olduğunu nəzərə alsaq, daimi küləklər və fırtınalar vasitəsilə bu duz kütləsi ətraf bölgələrə yayılacaq. Bunu sənədli kino rejissor Möhsün Qasid özünün sosial media hesabında yazıb və Urmu gölünün quruması nəticəsində baş verəcək ekoloji fəsadlar barədə xəbərdarlıq edib. Duz tozunun havaya sovrulması gölün ətrafdakı şəhər və kəndlərdə dəri, tənəffüs, görmə və hətta müxtəlif növ xərçəng xəstəliklərinin yayılmasına səbəb olacaq. Bu hadisə kənd təsərrüfatı torpaqlarını və bağları da məhv edəcək və uzun müddətli perspektivdə ölkənin şimal-qərbi səhralaşacaq deyə sənədçi yazıb. Qeyd edək ki, maksimum 33, minimum 15 milyard kubmetr su tutumu olan Urmu gölü quruyub və hazırda göldə yalnız 200 milyon kubmetrə yaxın su qalıb. Davam edirik. Zəncanın Söhreyn kəndində Nima Nəcəfi adlı şagird fiziki cəzaya məruz qaldığına görə ölüb. Bunu İran parlamentinin Təhsil və Araşdırma Komitəsinin sədri Əlirza Munadi deyib. Öyrəndik ki, məktəb şagirdi oktyabrın 1-də məktəb rəhbərliyinin fiziki cəzası və fiziki təzyiqi nəticəsində ürək tutması nəticəsində dünyasını dəyişib deyə millət vəkili Təhsil Nazirinə yazdığı məktubda qeyd edib. O, hadisəni çox kədərli adlandıraraq Təhsil Nazirini məsələni hərtərəfli araşdırmaq və nəticələrini Milli Məclisin Təhsil, Tədqiqat və Texnologiyalar Komitəsinə bildirmək üçün əmr verməsini istəyib. Qeyd edək ki, oktyabrın 1-də Zəncanın Söhreyn kəndinin orta məktəbində 14 yaşlı Nima Nəcəfi fiziki cəzaya məruz qaldıqdan sonra həyatını itirib. Hadisənin məktəbi müşahidə kameralarında qeydə alındığını deyən yeniyetmənin əmisi şagirdin ölümünə görə məktəb rəhbərliyinin məsuliyyətə cəlb edilməsini tələb edib. İran Rabitə şirkətinin Həmədan və Zəncan şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər. Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb. Təqaüdçülər pensiyaların artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqların pozulmasına etirazlarını bildiriblər. Tələblərini əks etdirən plakatlar qaldıran təqaüdçülər Rabitə Nazirliyinin Rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər. Qeyd edək ki, təqaüdçülər 3 ildən çoxdur eyni tələblərlə eyləm keçirməklərinə baxmayaraq, onların problemləri həll olunmamış qalır. Bir qrup Həmədan sakini və tələbəsi bazar ertəsi Bu Əli Sina Universitetinin qarşısında bir qrup İraqlı tələbənin davranışına etiraz olaraq etiraz eyləmi keçiriblər. Yerli mənbələrin məlumatına görə eyləm iştirakçıları İraqlı tələbə qovulmalıdır, biz Həmədanlıyıq, zilləti qəbul etmərik kimi şüarlar səsləndirərək bu tələbələrin dərhal universitetdən qovulmasını istəyiblər. Mitingdə iştirak edənlər iddia edirlər ki, universitetdə bir sıra İraqlı tələbələr son günlər qız tələbələrə cinsi təcavüz edib və bu məsələ şəhərdə ictimaiyyətin qəzəbinə səbəb olub. Təhlükəsizlik qüvvələri izdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə edib, lakin şahidlərin sözlərinə görə etirazçılar şüarlar səsləndirərək etirazlarını davam etdiriblər. Bu Əli Sina Universiteti və ya İran rəsmiləri etirazlara hələ ki rəsmi cavab verməyib. Qeyd edək ki, son illərdə İraq milis qruplarına bağlı xeyli sayda tələbə hökumətin təqaüd proqramları vasitəsilə İran universitetlərində təhsil alıb və onların Urmiya və Təbriz şəhərlərində olması da son həftələrdə etirazlarla qarşılanıb. Son həftə ərzində İranda həyat yoldaşlarını öldürdüklərinə görə 4 qadın həbs edilib. Bundan əvvəl isə oxşar cinayətdə ittiham olunan 3 qadın barəsində ölüm hökmü çıxarılıb. Məlumata görə cinayətlərin çoxu ailə münaqişəsi zəminində baş verib. Qurbanlar odlu silahdan atəş, bıçaqlanma və zəhərlənmə yolu ilə öldürülüb. Bugün səhər saatlarından başlayaraq İranın 52 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 89-cu dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir. Bununla yanaşı bir neçə şəhərdə edama məhkum edilənlərin yaxınları və insan haqları fəalları edam hökmlərinin ləğvi tələbi ilə eyləmlər keçiriblər. Qeyd edək ki, cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1082-yə çatıb, onlardan 30-u qadındır.
İran prezidenti Məsud Pezeşkiyan ölkənin iqtisadi problemləri fonunda hakimiyyətdən getmək ehtimalını qəti şəkildə rədd edib. O, Tehranda Ticarət Palatasının üzvləri ilə keçirilən görüşdə verdiyi açıqlamada bildirib ki, ölkənin mövcud iqtisadi durumuna baxmayaraq mübarizəni davam etdirmək əzmindədir. İqtisadi problemlər qarşısında hakimiyyətdən getmək barədə danışmamalıyıq. Qalıb bizi dayandırmaq istəyənlərə qarşı duracağıq, deyə prezident vurğulayıb. Pezeşkiyan əlavə edib ki, ölkənin 3 əsas hakimiyyət qolu, qanunverici, idarəedici və məhkəmə sistemi arasında yüksək səviyyədə koordinasiya mövcuddur və bu əməkdaşlıq iqtisadi və istehsal sahələrindəki çətinliklərin aradan qaldırılmasına yönəlib. Hazırda hökumətin 3 qolunun rəhbərləri arasında ən yüksək səviyyədə koordinasiya mövcuddur və hər 3 qol ölkənin istehsal və iqtisadi sektorlarının problemlərini fəal şəkildə həll etməyə çalışır. Xatırladaq ki, Məsud Pezeşkiyan prezident seçkiləri öncəsi çıxışlarında vədlərini yerinə yetirə bilməyəcəyi təqdirdə istefa verəcəyini bəyan etmişdi. Onun son bəyanatı isə ölkəni iqtisadi fəlakətlərdən çıxarmaq üçün vəzifədə qalmaq niyyətində olduğunu göstərir. Xəbərlərimiz davam edir. Füzulidə Türkmənistanın hədiyyə olaraq inşa edəcəyi məscidin təməl qoyma mərasimi keçirilib. Türk Dövlətlər Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünün iştirakçıları prosesdə onlayn iştirak ediblər. Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkmənistan xalqına təşəkkürünü çatdırıb. Dualar oxunduqdan sonra dövlət başçılarının onlayn iştirakı ilə məscidin təməli qoyulub. Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü keçirilib. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunur. Oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü keçirilib. Zirvə görüşü çərçivəsində Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Görüşün yekununda bir sıra sənədlərin imzalanması və Qəbələ bəyannaməsinin qəbul olunması gözlənilir. Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü təşkilatı üzv ölkələr arasında həmrəyliyin və ortaq dəyərlərin daha da möhkəmləndirilməsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gələn il 1-ci Türkoloji Qurultayın 100 illiyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli keçirilməsini təklif edirəm. Bunu Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə deyib. Prezident İlham Əliyev bildirib ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda təşkil edilmiş 1-ci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan dövlət başçısı gələn il 1-ci Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib. Dövlət başçısı çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək olan qardaş ölkələrə təşəkkür edib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Qazaxıstan prezidenti Türk dövlətlərini hava və dəniz limanları üzərində işləməyə çağırıb. Bugün süni intellekt texnologiyasından da istifadəyə mühüm əhəmiyyətə malikdir. Rəqəmsal monitorinq mərkəzinin də yaradılmasını təklif edirik. Bizim hədəfimiz tam rəqəmsallaşdırılmış dövlət yaratmaqdır. Rəqəmsal innovasiya mərkəzinin də yaradılmasını təklif edirik. Bu mərkəz süni intellekt sahəsində mübadilələrin aparılmasına və vəsaitin cəlb edilməsinə şərait yaradar. Gələn sammitimizin süni intellekt və rəqəmsal inkişafa həsr edilməsini təklif edirəm. Tokayev enerjinin effektivliyinə həsr edilmiş şuranın təşkilini də təklif edib. O, şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb və əlavə edib ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrin iqtisadiyyatlarının əsas sütunu enerji sektorudur. Türk dünyasının bölgəmizin sabitliyində və təhlükəsizliyində daha mühüm rol oynayacağına inanırıq. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə deyib. O bildirib ki, bugün təşkilatımızın qətiyyətli mövqe ortaya qoyması vacibdir. Rəcəb Tayyib Ərdoğan Türk dövlətlərinin birgə müdafiə potensialının formalaşdırılmasını zəruri sayıb. Bu aspektdə iyul ayında müdafiə nazirlərinin keçirilmiş toplantısını yüksək dəyərləndirib. Sülh sazişinin paraflanması ilə Azərbaycan Ermənistana əl uzadaraq bataqlıqdan çıxartdı. Bunu Pakistanın Kütləvi İnformasiya və Kommunikasiya naziri Ataullah Tarar deyib.
Nazir bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən çox apardığı işğal siyasətində Pakistan hər zaman Azərbaycanın yanında olub və beynəlxalq arenada Azərbaycanın ən güclü dəstəkçisidir. Sülh dövründə də, müharibə vaxtı da Pakistan hər zaman Azərbaycanı dəstəkləyib. Mən düşünürəm ki, Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi çox böyük bir uğurdur. Bu Prezident İlham Əliyevin uzaqgörən liderliyinin nəticəsidir. Eyni zamanda bu sülhü vasitəçilik edərək əldə etdiyinə görə Prezident Donald Trumpa da təşəkkür etmək lazımdır. Məncə bu sülh sayəsində hər iki ölkə daha da inkişaf edəcək, regionda daha çox sabitlik yaranacaq. Pakistan hər zaman, hər şəraitdə Azərbaycanın yanında olub və olacaq. Artıq dediyim kimi, Prezident Əliyevin uzaqgörən liderliyi nəticəsində həm Qarabağın azad edilməsi, həm də ondan sonra sülh sazişinin paraflanması çox böyük nailiyyətdir. Məncə bu vəziyyətdə Azərbaycan qarşı tərəfə əl uzadaraq onları bataqlıqdan çıxarmış oldu. Bununla da Azərbaycan doğrudan da yeni bir dövrə qədəm qoyub. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının bu ilki iclasında iştirakı da göstərir ki, dünya artıq Azərbaycanı çox ciddi qəbul edir. Bugün BMT Təhlükəsizlik Şurasında ciddi islahata ehtiyac var. İnkişaf etməkdə olan ölkələrin səsi orada daha gür gəlməlidir. Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilat kimi rolunun gücləndirilməsi üçün strateji dostluqla bağlı sazişin qəbul edilməsi prosesi yekunlaşdırılmalıdır. Biz iqtisadi və ticari münasibətlərimizin sənaye sahəsində də gücləndirilməsini, Türk dövlətlərinin sənaye alyansının təsis edilməsini təklif edirik. Praktik əməkdaşlığımız konkret layihələrlə həyata keçirilməlidir. Eyni zamanda Türk Yaşıl Koridoru adlanan elektron sistem yaradılmasını, yaşıl enerji ilə bağlı aparıcı texnologiyaların dövlət özəl layihələrinin təşviqini də təklif edirik. Özbəkistan lideri Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə də toxunub. O qeyd edib ki, Vaşinqtonda Azərbaycanın Ermənistanla imzaladığı birgə bəyannamə Türk xalqlarının zəfəridir. Şavkat Mirziyoyev vurğulayıb ki, bəyannamə iqtisadiyyat, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanlarını ortaya qoyur. Davam edirik. Konstantinovka şəhərində gedən döyüşlər zamanı İlqar Əzizov həlak olub, atası Vüqar Əzizov isə ağır yaralanıb. Onlar Ukrayna vətəndaşı Azərbaycanlı mülki şəxslərdir. Vilayətin Konstantinovka şəhərində gedən artilleriya döyüşləri zamanı şəhər sakini 1991-ci il təvəllüdlü Əzizov İlqar Vüqaroğlu atəş nəticəsində həlak olub. Onun atası 1964-cü il təvəllüdlü Əzizov Vüqar Zabulloğlu isə ağır yaralanıb. Mülki şəxslər olan Azərbaycanlı ata və oğul Ukrayna vətəndaşlarıdır. Konstantinovka sakinləridir. Qeyd edək ki, son vaxtlar Konstantinovka şəhərinə hücumları artıran Rusiya Ukrayna ordusunun ciddi müqaviməti ilə üzləşib.